Uşaqlar, elə təsəvvür edin ki, güllü çiçəkli bir bağçaya gəlmişik. Başımızı dik tuturuq, əllərimiz yanımızda, sərbəst hərəkətlərlə irəli. Bugün sizinle təbiətdə nadir görülən bir çiçək haqqında danışacağım. Ama elə bir çiçəkdir ki, onun bənzəri yox. Bu çiçək gözəlliyin, təbiətin, vətən sevgisinin rəmzidir. Təbiətin bizə bəxş etdiyi bu gözəl çiçəyin adı xarı bülbüldür. Deyin görə çiçəkləri sevirsinizmi? Aslında tanıyırsınız. Hansı fəsildə daha çox görüşür? Bəs çiçəklər harada bitir? Doğrudur, bağçalarda, çalarda, çəmənliklərdə gəlin bir mahnı dinləyək. Bu mahnıda nədən danışıldığını aydınlaşdıraq. Əgər siz diqqətlə qulaq assanız, bilərsiniz ki, biz mahnıda nədən danışılır. Hem mahnını dinləyək, hem de onu zümzüm edək. Uşaqlar, dinlədiyimiz mahnı hansı mahnı idi? Mahnı necə mahnı idi xarakterini görə? Qəmli mahnı idi, yoxsa həzin mahnı idi? Həzin. Göstərin, görün, uşaqlar ifadələr göstərin. Aysa, qoyun masanın üzərinə. Qoyun masanın üzərinə. Mahnıda kəpənək neydi? Necə uçur uşaq? Necə hərəkət edirdi? Doğrudur. Kəpənək uçdu. Çiçəklərin ən gözəlini görür. Xarı bülbülü. Uşaqlar, xarı bülbülü göstərin görün. Uşaqlar, şəkildə nə görürsünüz? Doğrudur, şaqası. Bəs bu şəkildə nə görürsünüz? İllər öncə Azərbaycan əskəri və şəhidlərimizin qəhrəmanlığı nəticəsində düşmənlər torpağımızdan qovuldu. O gündən xarı bülbül azad torpaqlarda böyüyür. Bizim vətənimizin, Qarabağımızın simvoluna çevrilib artıq xarı bülbül. Bu günlərdə Şuşada
Xarı Bülbül festivalı keçirir. Dünyanın her yerinde ora qonaqlar gəlir. Bu Xarı Bülbülün maketidir. Deyin görək, orada neçə rəng var? 3 rəng var. Hansılardır? Səhrayı, yaşıl. Xarı Bülbül ona göre benzersiz çiçektir ki dünyanın hiçbir yerinde bu çiçekten yoktur. Çiçeğe bakanda adama ele gelir ki çiçeğin içerisinde bülbül var. Cemi bir ay onun ömrü var. Bestekar Mehriban Naliyeva siz balalardan ötürü Xarı Bülbül hakkında oldukça güzel bir mahnı besleyin. Gelin o mahnını okuyar, yaddaşımızda mükemmeldir. Uşaqlar, bu mahnı bizim qəhrəman şəhidlərimizin Azərbaycan əskəri şəninə gəlin ayaq üstə oxuyaq. Qalxın ayağa. Xarakterinə görə necə mahnı idi? Qəmli mahnı idi? Yoxsa həzin mahnı idi? Həzin. Göstərin görüm. İfadəsini göstərin həzin. Ay sağ. Masanın üzərinə qoyun. Mahnıda nədən danışılırdı? Güneş. Ne aktarırdı? Hardan tapdı? Çıldır düzünde. Kim bilmem şiir söyleyip Xarı Bülbül hakkında? Humay desin görün. Xarı Bülbül yığıb dəstə bağlayıb, səni bəsə quruduğumu saxlayıb, həsrətinlə əzab çəkdim, ağladım, sən susanın, çiçəksən, gülüsən Xarı Bülbül yeridən xoş gəldin. Aferin Humay. İndi de Akif söylesin. Vətən bağı alevlandı, yox üstündə Xarı Bülbül, ömür sürmə devrandı, səsin gəlsin dar bülbül. Aferin Akif. Günəş doğar səni sevər, külək sənə layla deyər.
Aferin Ekber, əyləşir. Uşaqlar, indi gəlin Xari Bülbülə təbiətdə baxaq. Gəlin təbiətdə Xari Bülbülə baxaq. Görürsünüzmü? Çəmənlikdə Xari Bülbül nə qədər gözəl baxaq. Ama görünür. Güle. Kürəyəsi onun ləçəklərini çəlir. Uşaqlar, gəlin indi də Xari Bülbül mahnısının ritmini masanın üzərində olan şapşaqlarla təyin edin. Götürün. Hemen bu ağası. Vətənimizi sevmək, onun gülünü, çiçeğini qorumaq hamımızın borcudur. Oqtay Çulbuqalovun Sadiq Olaq Vətənə mahnısını gəlin xorla ifa eləyək. Vətəni sevmək, onun gül çiçeğinin qarşısına qalmaq, elə vətənə sadiq olmaq deməkdir. Toxumdan çiçeğe, Xari Bülbül oyunu. İndi öz təsəvvürümüzdə biz canlandıraq Xari Bülbül toxumdan necə gözəl çiçeğe çevrildi. Gəlin başlayaq. Torpaqda balaca toxumlar yanır. Güneş doğdu. Öz qılıq nəfəsiyle torpağı istiləndi. Toxumlar çiçəkməyə başladı. Yağış yağdı. Xari Bülbül yuxuya getdi. Uşaqlar, bugünkü məşğuləmizdə musiqi dinləmədə hansı mahnıya qulaq asdıq? Bəs mahnı oxumada? Bəs musiqini
bugünkü məşğələdə öz fəallığımızı görək.